həyatından çıxmış insanı sən itirməmisən. O öz seçimi ilə səni itirib. Sən istədiyin qədər onun arxasınca qaça bilərsən, sosial mediadan güdə bilərsən, əlindən gələni edə bilərsən ki, o insanı qaytarasan. Amma o insanı həyatıva qaytarsan belə xoşbəxt hiss etməyəcəksən. Bizə necə bir hiss olacaq içində, bir boşluq yaranacaq. Sanki onun arxasınca qaçarkən nəyisə itirmisən, nəyisə düşürmüsən yolda. Özün öz gözündən düşmüsən, xəbərin yoxdur. Səni istəməyənin arxasınca qaçaraq əslində özünü tapdalayırsan. Bilirsən necədir? Bu dünyada heç bir qadın və ya heç bir kişi sənin özünə qoyduğun hörmətdən artıq deyil. Gəlin, gedəni buraxmaq bacarığını özümüzdə inkişaf elətdirək. Həm özümüzə hörmət qoyaq, həm də o gedən insanın seçiminə hörmət edək.